İmam Əli əleyhissalam buyurur, əməllərin qiyməti yalnız Allahın yanında deyil, insanların yanında da bilinir. Qəlbini pak saxla, sözündə və davranışında dürüst ol. Mərhəmət göstər, yalan və böhtandan uzaq dur. Ağa müəllim, 3 ayları yalnız ritual ibadətlə deyil, həyatımıza necə daşıya bilərik? Əlbəttə ki, bizim bütün İslam camiasına diqqət yetirdiğimiz zaman bu dinin ruhuna, bu dinin əslində mənəvi xəzinəsinə yaxın olmaq üçün insan gərək Qurana dost olsun. İnsan Qurana dost olduğu zaman Quran hikmətini insana açır. İnsan gərək Allaha yaxın olsun. Yaxın olsun ki, Rəbbimiz ona sirlərini açsın. Yoxsa insan bilgi insan olar. Çox şey bilər, amma insanda kibir olar, təkəbbür olar. Çox məlumatlı olar, amma alnı səcdə görməz. Odur ki, bu ayların əslində insana aşıladığı ən böyük dəyər bizim əxlaqi dəyərlərimizdir. İnsan ola bilsin, gecə gündüz ibadət edir. Namazda qılır, oruçda tutur, Quran da oxuyur. Amma dili hələ də həmməzlənməz, vaylun li kulli huməzətin luməzə, vay olsun o həmməzlərə, insanları arxasınca qeybətini edən və önünə çıxıb onları tən edən, məsxəriyə qoyanlara. Quran şiddətli şəkildə bu pozulmuş əxlaqı yenidən təmir edir və vay olsun deyir onlara. Odur ki, bu rituallar, əslində İslam dininin ritualları bir yönüyle bir əxlaqi dəyərlərə bağlıdır. Bizim namazımız bizim üçün meracdır. Amma Quran-ı Kərimdə namazla bağlı inne salata tenhə anil fəhşəyi vəl münkəri deyir. Uca kitabımızda Rəbbimiz bizi çox gözəl bir yerə səsləyir. Deyir ki, namaz sizi çirkin şeylərdən, nəhy olmuş şeylərdən uzaqlaşdırır. Deməli, hər ibadətin bizim dünyamızda yandırdığı bir işıq var. Hər ibadətin bizim həyatımızda bir ədəbə çevrilən tərəfi var. Əgər namaz qılıb da dilimiz yalan danışırsa, əgər oruç tutub da hələ biz qeybət eləyiriksə, hələ də biz sədəqə verdiyimiz zaman qarşımızdakı insana minnət qoyuruqsa, deməli biz İslam əxlaqını doğru anlamamışıq. Odur ki, əslində bu aylar, özəlliklə başda Ramazan ayların sultanı olma şərti ilə insanın yenidən özünü dizayn etməyə, gerçəkdən insan özünü yenidən təmir etməyə imkan tapır. Və o Quran aynasında, İslam aynasında öz xətalarını, qüsurlarını görür. Və qüsuru görmək özü bir böyüklükdür. Söylədiyimiz bir cümlə var. Qüsura deyil, qüsuruna bax.